أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. حميم والكتاب المبين. إنا أنزلناه في ليلة مباركة إنا كنا منذرين. فيها يفرق كل أمر حكيم أمرا من عندنا أمرا من عندنا إنا كنا مرسلين. رحمة من ربك رحمة من ربك إنه هو السميع العليم. رب السماوات والأرض وما بينهما إن كنتم موقنين. لا إله إلا هو لا إله إلا هو يحيي ويميت. ربكم ورب آبائكم الأولين. بسم الله الرحمن الرحيم. إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر. ليلة القدر خير من 1000 شهر. تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام. هي حتى مطلع الفجر
Sadakallahu mevlana'l azim. Çox dəyərli Minbər TV izləyənlər, Uca Allahın salamı, rəhməti, bərəkəti, məğfirəti cümləmizin üzərinə olsun inşallah. Növbəti bir Ramazan günündə, növbəti bir Ramazan söhbətləri verilişi ilə sizlərin qonağınızıq. Bugünkü mövzumuz İslamda oruc ibadətinin yeri, orucun mahiyyəti, ümumilikdə orucun xüsusiyyətləri, faydaları haqqında olacaqdır inşallah. Verilişimizin bugünkü qonağı çox dəyərli ilahiyyatçımız Elbrus Həbilovdur. Elbrus müəllim, xoş gəlmisiniz. Necəsiz? Allah razı olsun. Cümləmizdən inşallah. Elbrus müəllim, oruc ibadəti haqqında, xüsusilə Ramazan orucu haqqında danışmağınızı istəyərdik. Oruc hər şeyi yoxdan var edən, hər şeyi yaratan, onlara şəkil verən, yaşatan, Uca Allah tərəfindən bütün müsəlmanlara əmr edilən bir ibadət növüdür. İslamın 5 şərtindən birisidir oruc. Həm də oruc elə bir ibadətdir ki, bütün müsəlmanların, yəni dünyadakı bütün müsəlmanların birlikdə etdikləri bir ibadətdir. Yəni hamısı birlikdə, necə həc ibadəti kimi. Yəni bütün müsəlmanlar eyni vaxtda bu ibadəti yerinə yetirirlər. Və bu oruc ibadəti əslində insanın qarnının ac saxlamasına və ya susuz qalmasına Allahın ehtiyacı olmayan bir ibadətdir. Bu ibadət insana ihsan şuurunu öyrətən, yəni yaratan Allahın insanı gizlində və aşkarda gördüyünü və bu şuuru insanlara aşılayan bir ibadətdir. Çünki oruç tutan bir insan istəsə gizlində yeyə bilər. Amma gizlində də məni Allah görür şuuruna sahib olduğu üçün o orucunu açmır, yemir və səhər azanından axşam azanına qədər bu oruc ibadətini davam etdirir. Əslində Rabbimizin bizdən istədiyi bu Ramazan ayında bir tərbiyə metodundan, tərbiyə məktəbindən keçmək və qalan 11 ayda bu şuur içərisində yaşamaqdır yəni. Yoxsa Uca Rabbimizin bizi ac saxlamasına və ya susuz saxlamasına ehtiyacı yoxdur. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, əgər siz yalan danışmaqdan və ya yalanla iş görməkdən uzaqlaşmazsınızsa, Allahın sizin qarnınızı ac saxlamasına və ya susuz saxlamasına ehtiyacı yoxdur. Demək, Ramazan ayında oruç tutulması ilə bağlı Qur'an-ı Kərimdə ayətlər var. Rabbimiz buyurur ki, sizdən əvvəlkilərə oruç fərz edildiyi kimi, sizə də oruç fərz edildi ki, bəlkə fəlaha, yəni qurtuluşa çatasınız. Yəni, oruç sadəcə müsəlmanlara, son Peyğəmbərə və ya onun ümmətinə əmr edilən bir ibadət növü deyil, həm də özündən qabaqki Peyğəmbərlərə və onların ümmətlərinə əmr edilmiş bir ibadət növüdür. Peyğəmbərimiz buyurur ki, Ramazan ayında cəhənnəm qapıları bağlanır, cənnət qapıları açılır və şeytanlar zəncirə vurulur. Ramazan orucu kimlərə vacibdir? Müsəlman olan ən başda, həddi buluğa çatan, ağlı başında olan, səfərdə olmayan və ya qoca və ya ağır xəstə, yəni sağalmaz xəstəliyə düçar olmayan hər bir müsəlmana oruç tutmaq fərzdir, vacibdir İslam dinində. Bəs həddindən artıq, bu həddi buluğa çatmamış uşaqlar bəzən oruç tutmağa valideynləri onlara öyrəşdirilir və yaxud da ki, elə valideynlər də olur ki, o oruç tutmağın günah olduğunu deyirlər uşaqlara ki, sən hələ yaşını düşmür, amma oruç tutma. Bir növ alışqanlıq halına gəlsin deyə eləmək olarmı, yoxsa günahdırmı? Bəli, oruç tutmaq həddi buluq yaşından sonra fərzdir, əmr edilib. Ancaq həddi buluq yaşına qədər, xüsusilə 10 yaşından sonra kiçik uşaqların da yavaş-yavaş oruç tutmağa və ya namaz qılmağa öyrəşdirməyə Peyğəmbər Əfəndimiz bizlərə buyurub. Çünki uşaqlar 10 yaşına çatdığı zaman onlara namazı əmr edin deyir. Həmçinin də oruc ibadətində bir alışqanlıq olsun deyə oruç tutula bilər. Hətta bəzi rivayətlərdə onların tutduğu orucdan valideynlərinə savab yazılır da var. Ancaq uşaqları
Kiçik yaşlı uşaqlarsa xüsusilə onları çox da yormamaq, bu ibadətdən demək nifrət etməyəcək şəkildə onlara ya günortaya qədər oruç tutturmaqla və yaxud da günortadan biraz sonraya qədər oruç tutturmaqla bu şəkildə onları alışdırmaq olar. Yəni bu da qadağan deyil. Demək, Rabbimiz buyurduğu kimi oruç kimlərə fərzdir bunları söylədik. Xəstə və ya səfərdə olanlar fərz deyil. Amma onlardır xəstəlikdən sağaldıqdan sonra və yaxud da səfərdən döndükdən sonra tutmadığı günlər qədər günlərini günəbəgün qəza etsinlər. Xəstəlik deyərkən burada iki cür xəstəlik qarşımıza çıxır. Bir var ki, xəstələnib, amma sağalacaq bir xəstəlikdir müalicə olduqdan sonra. Onlara yenə də oruc fərzdir, sağaldıqdan sonra tutmadığı günləri qəza etməlidir. Amma sağalmaz bir xəstəliyə düçar olan bir kəs və ya həddindən artıq qoca və yaşlı olan kəslər isə oruclarını tutmazlar. O oruc günlərinin hər günü üçün bir kasıb doyuracaq qədər fidyə verməlilərdir Qurani Kərimdə. Rabbimiz bu şəkildə bizə bildirir. Onun miqdarı nə qədər olmalıdır? Bir sahur yeməyi qədərmi, yoxsa bir insanın həm sahur, həm iftar yeməyi qədərmi? Həm sahur, həm iftar qədər yemək. Çünki Ramazanda insan demək iki dəfə yemək yeyir. Bir səhər, sahur vaxtında, bir də axşam iftar vaxtında. Ona görə də bir kasıb üçün səhər, axşam yeyiləcək qədər bir yemək və ya ərzaq və ya günümüzdə o miqdar qədər pul ilə də onu əvəz etmək olur. Bu da Qurani Kərimin əmrlərindən birisidir. Yəni, İslam dinində oruç tam bir aydır, Ramazan ayı boyuncadır. Çünki Ramazan ayı çox fəzilətli bir aydır. Elə bir aydır ki, o ayda həm Qurani Kərim nazil olub, həm də ki, içərisində 1000 aydan daha xeyirli olan Qədir gecələri vardır. Qurani Kərimdə Rabbimiz buyurur ki, Quran sizə Ramazan ayında endirildi. Demək, bu Ramazan ayında oruç tamamilə bir ay boyunca tutulmalıdır. Çünki mən bunu niyə xüsusilə vurğulayıram? Yaşadığımız bölgələrdə və ya bəzi insanlar var ki, İslami elmlərdən xəbəri yoxdur. Onlar söylüyor ki, əslində oruc 3 gündür. Amma insanlar hansı gündə olduğunu bilmədiklərinə görə bir ay oruç tuturlar. Yəni, bir başında, ortasında və ya sonunda tutulsa və yaxud da ki, hər 10 gündə bir gün oruç tutulsa, əslində kifayət edir deyirlər. Təbii ki, bu doğru deyil. Çünki Qurani Kərim sizdən kimdir o aya rast gələrsə, o ayı oruclu keçirsin. Demək ki, burada qəsd edilən Ramazan ayının tamamının oruclu keçirilməsidir. Elbrus müəllim, hər bir ibadətinin arxa planında insan üçün müəyyən faydalar vardır ki, məhz oruc ibadətinin də insana olduqca böyük faydaları vardır. Məhz orucun maddi faydaları haqqında danışmağınızı istəyərdik biraz. Bəli, orucun maddi və mənəvi faydaları vardır. Təbii ki, biz birinci növbədə bizim niyyətimiz, ixlasımız Allah rızası üçün olmalıdır. Yəni ki, orucu biz Allah əmr etdi deyə tutmalıyıq. Ondan sonraki ikinci mərhələdə orucun maddi və mənəvi faydalarına baxmaq olar. Maddi faydalar onlardır ki, yəni insan bir il boyunca yeyib içdikdə bu bədən yorulur, mədə yorulur, mədə altı vəz yorulur, qaraciyər yorulur. Hətta insanların bugün ən çox şikayət etdikləri qaraciyər piyələnməsi və yaxud da şəkər xəstəliyi kimi xəstəliklərin ortaya çıxmasına səbəb olur. Və bu bədəndə yığılmış ağır metallar bu oruc vasitəsilə bədəndən xaric olmuş olur. İnsan bu oruc vasitəsilə həm də sağlamlıq əldə etmiş olur. Yəni bəzi insanlar oruç tutaram, xəstələnərəm deyə qorxurlar. Halbuki Peyğəmbərimiz bunun tam tərsini söylüyor. Deyir ki, oruç tutun və sağlam olun. Demək ki, oruc xəstəlik səbəbi deyil, əksinə sağlamlıq səbəbidir. Orucun həmçinin maddi faydalarından birisi, insan ac qaldığı zaman və ya susuz qaldığı zaman o ac insanların və ya susuz olan insanların hansı halda olduğunu, nə cür çətin halda olduqlarını dərk edir, yəni bədənən, yəni maddi olaraq dərk edir və onlara yardım etmə hissi içərisində duyğuları inkişaf edir. Hətta insan, məsələn, oruc olmadığımız günlərdə biz yol kənarında bir bulağın, bir
kranın açıq qaldığını görsək, oradan suyun axdığını heç bizim şeyimizdə, yəni vecimiz olmur bir cür söyləyəcək olsaq. Amma Ramazan ayında insan o suyun qədrini bilir. Harada açıq bir kran görsə, onu həmən bağlamağa çalış ki, su israf olmasın. Demək, insan həm yemək və ya içmək ilə olan, çətinlikdə olan insanların halını anlamağa başlayır. Yəni ondan sonra bu oruc xəstəliklərin müalicəsində bugün ən çox insanların ağır çəkidən və yaxud da piyələnmə xəstəliyindən əziyyət çəkir insanlar. Bugün hansı televiziya kanalını açsaq və yaxud da sosial şəbəkələrdə baxsaq, insanların hansı yoldan arıqlayaq deyə bu cür verilişlər görürük. Bəziləri su orucu tövsiyə edir, bəziləri tərəvəz orucu tövsiyə edir. Amma ümumilikdə baxdığımız zaman bu tamamen İslamın əmr etdiyi orucla eynidir. Çünki Ramazan ayında insan bir səhər, bir axşam yeməklə qalan ortadakı vaxtlarda bədənini dincəldir. Və insan müəyyən bir rejimlə yeməyini yemiş olur. Səhər və ya axşam eyni vaxtda yeməyini yemiş olur. Bu da bədən üçün faydalı qidaların mənimsənilməsinə səbəb olur. Sizin qeyd elədiyiniz kimi bayaqlarım, maddi tərəfdə faydaları olduğu kimi, əlbəttə ki, faydaları saymaqla bitməz. Mənəvi tərəfi daha çox özən göstərilərək maraqlandırılması, bəhs olunması lazım olan bir məsələdir deyə düşünürəm. Mənəvi faydaları nələrdən ibarətdir? Məsələn, bizi izləyən insanlar arasında oruç tutmayan və yaxud da tutmaq istəyən, nə üçün oruç tutun, özünə bir tutanaq axtararsa, hansı faydaları ola bilər insana mənəvi tərəfdən orucun? Orucun bayaq da dediyimiz kimi maddi və mənəvi faydalar həqiqətən vardır. Mənəvi faydaları Ramazan ayında əsasən insanların iftar vasitəsilə və yaxud da ki sahur vasitəsilə bir araya gəlmələri, onların bir-birindən tanış olmaları və ya dərdlərini anlamaları və yaxud da ki yaxın qohumlar, əqrabalar arasında gediş-gəlişin olması, ziyarətlərin olması, bir-birinin hallarından, əhvallarından xəbərləri olması kimi bir çox faydaları var. Bu faydalar bayaq da dediyimiz kimi mənəvi olaraq insanın yüksəlməsinə, mənəvi dərəcəsinin artmasına, Allaha olan yaxınlığının daha da çoxalmasına, ihsan şuuruna sahib olmasına, Allah məni hər yerdə görür şuuruna sahib olaraq günahlardan çəkinməsinə və bu səbəblə əsas məqsəd olan Allahın razılığını qazanması və cənnətinə girməsinə səbəb olur. Çünki Peyğəmbərimiz buyurur ki, əməllər 10 qat savabı ilə hesablanır bütün əməllər, insan etdiyi xeyir əməllər. Amma oruc bundan istisnadır. Çünki orucun savabını Allah Teala bildirməyib deyir Peyğəmbər Əfəndimiz. Çünki deyir ki, oruc mənim üçündür və mən onun savabını özüm şəxsən verəcəm. Yəni qiyamət günü insanlar cənnətə girdikləri zaman o cənnətin qapılarından birisinin adı Rayyandır ki, o Rayyan qapısından ancaq oruç tutanlar girəcək və oruç tutanlar girdikdən sonra o qapı bağlanacaq və o qapı artıq bir daha başqaları üçün açılmayacaqdır Peyğəmbər Əfəndimiz. Və oruç tutan insanlar o gün Allah Taala'nın onlara vermiş olduğu o savabları gördükləri zaman həqiqətən də çox təəccüb içində qalacaqlar. Bunlar hamısı bizimmi deyə uca Allahdan onları təmənni eləyəcəklər. Demək, ən son nəticə dünyada gözəl insan kimi yaşamaq və Allahın razılığını qazanaraq cənnətinə girməkdir. Yəni, bu orucun ən böyük mükafatı. Ona görə də biz gənclərə üzümüzü tutub söyləyirik ki, nə qədər ki fürsət var, Ramazan ayı elə təzə başlayıb, nə qədər fürsət varkən bu günləri dəyərləndirək, bu günləri orucla keçirək, gündüzləri, gecələr ibadətlə keçirək, birlikdə təravih namazları qılaq, ayın sonunda fitrə sədəqəsini verək və bu səbəbdən kasıbları sevindirək
Onlara el tutaq, onların da bayram etməsinə vəsilə olaq və hamımız birlikdə inşallah Rabbimizin razılığına nail olaq və cənnətinə daxil olaq. İnşallah. Deyə sözümü bitirmək Allah istəyirəm. razı olsun Elbrus müəllim. Çox sağ olun. Həqiqətən olduqca həm bizim üçün, həm izləyənlərimiz üçün maraqlı bir veriliş oldu. Allah sizləri var eləsin. Allah Amin, elminizə cümləmizə. bərəkətlər versin inşallah. Ramazan sonrasında da inşallah siz istəyərik ki, sizi Minbər TV-nin ekranlarında görək. Allah sizləri var eləsin. Və son olaraq izləyənlərimizə bir neçə tövsiyə etdikdən sonra verilişimizi yekunlaşdıraq Allahın iznindən. Tövsiyəmiz odur ki, uca Allah bizləri çox şükürlər olsun ki, müsəlman kimi yaratıb və müsəlman bir diyarda yaratıb. Bu İslam həqiqətən də iman çox böyük bir neymətdir. Hər kəsə nəsib olmayan bir neymətdir. Bu neymətin qədrini bilək deyə tövsiyə edirəm gənclərə. Bu iman neyməti hər kəsə nəsib olmur və bu əldə olunan və nəsib olan bu iman neymətini qoruyub saxlamağa çalışaq. Rabbimizin əmrlərinə və qadağanlarına riayət eləyək. Ədəbli, əxlaqlı, tərbiyəli, böyüklərinə hörmət göstərən, kiçiklərinə mərhəmət göstərən, xalqını, millətini, torpağını sevən, vətənini sevən və bu yolda canını verməyə belə hazır olan yeni bir nəsil, yeni bir gənclik yetişdirək inşallah. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayy ale's-salah. Hayy ale's-salah. حي على الفلاح. حي على الفلاح. الله أكبر، الله أكبر. لا